Tam yeni Mercedes AMG GT 4 qapılı kupe modeli bir neçə gün öncə təqdim olundu. Bu model mənim Mercedesin ən xoşladığım modellərindən biridir. Yəni ən hörmət etdiyim bir modeldir. İstər dizayn, istər texnik göstəriciləri. Sadəcə yeni model tam elektrikdir. Yəni AMG və elektrik. Bir də ki, bunun dizaynı, bilmirəm bu dizaynerlər son zamanlar nəyə baxırlar, hardan ilhamlanırlar. Bu heç də əvvəldən olan bu AMG-nin dəsti xəttini əks elətdirmir. Maşının üzərində həddən artıq çox işıqlar var, arxası tam qırmızıdır, önündə işıqlar çoxdur. Bir növ o Çinin Hi-Fi modeli var idi, ona bənzəyir maşın, yolka kimi işıqlar çoxdur üzərində. O ki, qaldı texnik göstəricilərinə. Texnik göstəricilər təbii ki, bu maşın AMG GT-dir, çox yaxşıdır, 3 dənə elektromotordan ibarətdir. 2 versiyası var. 55 AMG GT 55 Formatic Plus, hansı 816 at gücü hasil edir. Bir də var ki 63, o da 1169 at gücü hasil edir. Hansı ki 0-100 sürətlənməsi 2,1 saniyə, 0-200 sürətlənməsi 6,4 saniyə. Əlavə Drivers Package var. Onunla da maşının sürətini 300-ə kimi qaldırmaq olur. Həmçinin 600 kW-lıq şarj stansiyasından 10 dəqiqəyə maşın 460 km yürüyüş verə bilir. Siz də fikirlərinizi bölüşün. Görək zövqlərin müxtəlifliyi müxtəlif şəxslərdə necə əks olunur. Mənim şəxsən bu dizaynı heç bəyənmədim, heç xoşuma gəlmədi. Təbii ki, bu mənim şəxsi subyektiv fikrimdir.